Evinizdəki məhsullar siz də belə bir sadə dekorlar hazırlaya bilərsiniz. Necə? İndi isə ekrana yaxın əyləşin. Hər birini izah edəcəm. Bu hilalı hazırlamaq üçün bizə karton qutu, led işığı, pambıq və nazik çubuqlar lazım olacaq. Karton qutudan hilalın qəlblərini çıxardıb 2 ədəd silikonla bir-birlərini yapışdıracaqsınız ki, həmin çubuq hissədə tam yapışdıra biləsiniz. Led işıqlarla bəzədikdən sonra üzərini pambıqla tamamlayacaqsınız. Belə bir boş qutunun ağız hissəsini skoçla bərk etdikdən sonra isə kənar pəncərələrini çizməyə çalışdım. Bunu xəttkeş köməyi ilə də çəkə bilərsiniz. Daha dəqiq çəksəniz rezakla kəsib çıxartmaq sizin üçün daha asan da olacaq. Çizimləri rezakla kəsib çıxardıqdan sonra isə mənim karobkadan dekorum yavaş-yavaş hazır oldu və son nəticə budur. Sonra isə bunu ağ rəng boya ilə təbii ki boyayacağam. İndi isə dam hissəsini belə kvadrat karton qəlblər çıxardıb dekorun dam hissəsini tamamlayacağam. Dam hissəsini qızılı rəngdə, özünü isə ağ rəngdə boya ilə kombinləməyə çalışdım və içərisinə də led işıqlardan istifadə elədim. Çox gözəl və çox möhtəşəm nəticə alındı. Siz özünüz də hazırlaya bilərsiniz. Necədir? Bəyəndinizmi? Bəyəndinizsə şərh atmağı unutmayın.